Yay fəsli yaxınlaşır deyə insanların istirahət planları da aktuallaşır. İl boyu gərgin iş rejimindən sonra hər kəs vaxtını səmərəli keçirmək istəyir. Elə buna görə büdcəyə qənaətli, sərfəli istirahət növlərindən bəhs edəcəyik. Yerli sağlamlıq və istirahət mərkəzlərinin üstünlükləri nələrdir? Həmkarlar İttifaqının üzvləri üçün yaradılan istifadə imkanları hansılardır? Sağlam və keyfiyyətli istirahətdə qidalanmağın rolu nə qədər önəmlidir? Son illərdə ölkəmizdə sağlamlıq və istirahət mərkəzlərinə maraq artıb. Buna səbəb Həmkarlar İttifaqına üzv olmağın verdiyi üstünlüklərdir. Gəlin görək, bu üstünlüklər nələrdir? Yararlanmağa dəyər? e-ahik.az elektron rezervasiya platforması vasitəsilə öz üzvlərini istirahət və sağlamlıq mərkəzlərinə yollayışların verilməsi üçün müraciət etməyə dəvət edir və bu platforma vasitəsilə vətəndaşlar internet əlaqəsi olan istənilən məkandan, ölkənin istənilən regionundan heç bir yerə yaxınlaşmadan, heç bir quruma yaxınlaşmadan, əlavə sənəd yükü olmadan onlayn formada öz müraciətlərini reallaşdıra bilərlər. Yollayışın qismən dəyərinin ödənilməsinə dair bildiriş daxil olur və 24 saat ərzində müraciətin əsasında ödəniləcək qismən dəyər müraciətçi tərəfindən ödənilməlidir. Onlayn ödəniş həyata keçirildiyi andan vətəndaş elektron yollayışı həm şəxsi kabinetində, həm elektron poçt ünvanında tapa bilər. Müraciətçilər həm fərdi, həm birgə qaydada müraciət edə bilərlər. Birgə müraciət etdiyi şəxs onun həyat yoldaşı da ola bilər, onun yaxın qohumu da ola bilər və ya eyni cins tərkibini qorumaqla dostu və ya digər bir həmkarlar ittifaqları üzv ola bilər. Yollayışdan qismən dəyərini ödəməklə, yəni güzəştli yollayışdan yararlanmaq hüququ yalnız Həmkarlar İttifaqları üzvlərinə, sığorta olunanlara və pensiyaçılara verilir. Bu halda onlar güzəştli yollayışdan yararlanmaq hüququna malikdirlər. Eyni zamanda vətəndaşlar müraciət edərkən onların 12 yaşadakı 2 övladı ödənişsiz qonaqlama imkanı da əldə etmiş olurlar. 12 yaşdan yuxarı övladlar üçün və 12 yaşadakı 3-cü və daha sonraki övladlar üçün isə tam ödəniş hesablanacaqdır. Həmkarlar İttifaqının üzvüsünüzsə bir çox sağlamlıq və istirahət mərkəzlərindən yararlana bilərsiniz. Elə onlardan biri Günəşli Sağlamlıq Mərkəzidir. Buradakı xidmətlər haqda geniş məlumat almaq üçün daxil olaq mərkəzə. Günəşli Nevroloji Sağlamlıq Mərkəzi adından da göründüyü kimi nevroloji sinir xəstəlikləri üzrə ixtisaslaşmışdır. Mərkəzimizdə fizioterapevtik müalicələr, reabilitasyon müalicələr, həmçinin massaj, mineral su vannaları, aromaterapiya, ölkəmizdə yeganə olan neyroform koqnitiv və balans kontrolunu müəyyən etmək üçün olan müalicə metodu vardır. Həmçinin karboksoterapiya həm kapsul formasında, həm invaziv formada mövcuddur. Azonaterapiya kimi müalicələr vardır. Qonaqlar bura həm sinir xəstəlikləri ilə bağlı müraciət edib sağalmaq məqsədi ilə gələ bilərlər, həmçinin burada gəlib sadəcə istirahət edib xoş vaxt keçirdə bilərlər. İndi isə gəlin sizi sadaladığım bu müalicələr ilə ətraflı tanış edim. Deməli, bu ölkəmizdə yeganə avadanlıqdır, neyroform avadanlığı. Həm neyrokognitiv, həm balans kontrolu, diaqnostika və reabilitasiya üçün istifadə edirik. Belə ki, qonaq stend üzərinə çıxır, biz onun müvafiq diaqnozuna uyğun tapşırıq seçirik, tapşırığı izahlı şəkildə qonağa göstəririk. Həm neyrokognitiv pozğunluqlarda, həm də balans kontrolu yoxlamaq üçün istifadə olunur. Qonağın əqli inkişafını, fiziki məhdudiyyətini dəyərləndirmək üçün istifadə edirik. Hər hansısa keçirilmiş insult xəstəliklərindən sonra, beyin travmalarından sonra mərkəzi sinir sisteminin nə dərəcədə travma aldığını və yaxud sağlam olduğunu dəqiqləşdirmək üçün bu diaqnostik avadanlıqdan istifadə olunur. Sağlamlıq mərkəzimizdə karbon dioksid prosedurası 2 metodla pasientlərə təyin olunur. İnvaziv və qeyri-invaziv. İnvaziv metod karbon dioksid qazının steril nazik iynələrlə dəri altına yeridilməsi, qeyri-invaziv isə karbobet aparatında dəriyə birbaşa karbon qazının yeridilməsidir. Proseduranın əsas
təsir mexanizmi, yerli qan dövranını artırır, toxumalarda oksigen sintezini yaxşılaşdırır, kollagen sintezini stimulləşdirir, ağrı və spazmları aradan qaldırır. Əsas prosedura təyin olunur osteoxondrozlarda, artrozlarda, revmatik poliartritlərdə, diabetik angiopatiyalarda, selülitlərdə, yerli pi yığıntılarında, dəri altı, gözaltı qaralmalarında istifadə olunur. Təhlükəsizlik qaydalarına riayət etdiyimiz üçün karbon dioksid balonları balkonda yerləşdirilib bizdə. Prosedura bütün xəstələrə təyin edə bilərik, ancaq təyin olunur xəstənin, pasientin vəziyyətinə görə. Bəzi xəstələrə yerli təyin olunur, bəzisinin invaziv formada. Bayaqdan sağlamlıq mərkəzini gəzirik. Düşündük ki, elə burada olan ziyarətçilərdən də bir sorğu keçirdək. Necədir, razısınız buradakı vəziyyətdən? İnanın ki, sizin gəlişinizə həqiqətən çox sevindik. Əvvəllər də mən bura çox gəlirdim. Həmkarlar tərəfindən təmirsiz olan vaxtlarında özüm də pedaqoqam, yəni illərdir seçimimiz bura olub. Həqiqətən burada bütün aparaturalar dəyişdirilib və müalicə daha effektlidir. Həkim personalı çox yaxşı, personal heyət çox yaxşı. Günü-gündən çox gözəl sanatoriyalarımız, istirahət, müalicə mərkəzlərimiz açılır. Lakin Günəşli sanatoriyasını xüsusi vurğulamaq istəyərdim. Çünki özümdə fərqi görürəm. Çox böyük fərq görürəm və məsləhət görürəm. Şəhid Zamanlı Əhmədin anası olaraq bizə də çox gözəl dəstək olurlar, qayğı göstərirlər, həkimlərdə, müsistralarda. Mən razıyam, çox razıyam. Müalicələrim də yaxşı gedir, özümü normal hiss eləyirəm. Gəldiyim gündən bəri çox özümü yaxşı hiss edirəm. Ağrılarım qeydəfdir. Çox sağ olsunlar, siz də sağ olun. Çox şad oldum ki, sizi kimi insanlarla görüşdüm. Çox sağ olun, biz də sizə minnətdarıq. Daim sizə sağlam qalmağı arzulayırıq. Çox sağ olun. Sovet döneminde olmuştuk. Hacı Baba Bağırov'dan gastronola gelmiştik. Yay belə zalı var, orada konsert verdik. Ama indi ben buranı gördüm maşallah. Tüm işçileri çok sevmişler. Birce seçip saklıydılar. Gelenler de çok razıdır. Yemek, hususi birisi yemeği verirler burada. Diyetik yemeği verirler. Çok güzel, tadına bakarsın. Çok güzel. Ben vallahi ne kadar danışamazdım. Gelen ilde inşallah çalışarım. Gelen ben bilavasıda bir de Medeniyet İşçiler Həmkarlar İttifaqının sədrinə təşəkkür edirəm. Mənim pulum hardanıydı. Məni göndərdilər bura, çox sağ olsunlar. Var olsunlar. Büdcəyə qənaət üçün əla. Bəli. Həmişə istirahətdə olasınız. Çox sağ olun xanım. Mən də sizə İctimai kollektivin rəhbərliyinə təşəkkürümü bildirirəm. Uğurlar diləyirəm hər birimizə. İnsanlar bu qədər gəlirlər burada, istirahət edirlər. Var olun, sağ olun. Təşəkkür edirəm hamıya. Şəhərin səs-küyündən uzaqlaşıb sakit mühitdə istirahət etmək üçün Miras Relax mərkəzi də seçimlərinizdən biri ola bilər. Gəlin görək, yenidən qurma işlərindən sonra burada qonaqların hansı seçimləri ola bilər? Xoş gördük. Xoş gəlmişsiniz Günel xanım. Gəlin ilk öncə mən sizə hazırda durduğumuz Miras İstirahət Mərkəzinin tarixindən danışım. Ondan sonra əməkdaşlarımız sizə bizim burada göstərdiyimiz xidmətlər barədə daha ətraflı məlumat verərlər. Gözəl olar. Hazırda durduğumuz yer adından da bəllidir, bizə mirasdır. Azərbaycan milyonçusu Şəmsi Əsədullayevin bağ evi kimi inşa edilmişdi zamanında. 20-ci əsrin əvvəllərində sanator tipli xidmət göstərməyə başlamışdı. Bilirsiniz ki, Şəmsi Əsədullayev bir xeyriyyətçi olmuşdur və onlardan bir milyonçumuz olmuşdur, bəli. Və hazırda həmin bina bir istirahət mərkəzi kimi fəaliyyət göstərməkdədir.
İndi isə keçək sizə bizim yaratdığımız xidmətlərlə tanış olun. Həmkarlar İttifaqı Konfederasiyasının yolu ilə bura gələnlər üçün xüsusi imtiyazlar var, xüsusi endirimlər var. Bu artıq yəni bir ənənə şəklini almışdır. Qonaqlar yararlana bilər. Qonaqlarımız bəli yararlana bilərlər. Miraz İstirahət Mərkəzində 24 otaqdan ibarətdir. Onlardan 18-i superior kateqoriyalıdır, 6-sı isə deluxe kateqoriyalı. Hər bir otaqda soyuducu, kondisioner, yeni mebellər, twinking yataqlardan mövcuddur. Otaqlardan əlavə bizdə spa zona mövcuddur. Spa zona daxildə Türk fin hamamı, 2 cür sauna, əlavə olaraq hovuzumuz var. Bunlardan əlavə bizdə yeni idman zalımız var. Qonaqlarımız hər birindən istifadə edə bilərlər. Yerli və xarici qonaqlarımızı dəvət edirik, gəlib burada istirahət edə bilərlər. Bunun üçün hər bir şəraitimiz var. Növbəti dayanacağımız Abşeron Sağlamlıq Mərkəzidir. Əvvəllər ürəkaçan durumda olmayan mərkəzdə indi vəziyyət necədir? Gələn qonaqları xidmətin keyfiyyəti qane edir? On 19-cu əsrin əvvəlində bura olub milyonçuların bağları və 41-45-ci ildə 2-ci Dünya müharibəsində burada olub Evaka Hospital. Hal-hazırda mədə-bağırsaq sanatoriyası çalışırıq, işləyirik və əsas müalicə üsulları da mən sizlə indi tanış edəcəyəm. Bizim sağlamlıq mərkəzində əsas müalicə üsullardan biri boşluqların yuyulmasıdır. Məsəl üçün, yoğun bağırsağın yuyulması, təmizlənməsi. Hal-hazırda biz bu müalicəni eləyirik müasir bir üsulla. Burada insan faktoru sıfıra yendirilib. Burada hər şey texnika həll eləyir. Suyun hərarətin, təzyiqin, onun sterilizasiyasının, lazımlı dərmanının hamısını deməli, bax bu kompüter vasitəsilə idarə eləyir. Bu müalicə çox gözəl kömək edir. Xroniki mədə-bağırsaq xəstəliklərində, arıqlama proqramında əvəzsiz bir müalicə növüdür və hər xəstəyə individual bir dəfəli istifadə olan şlaqlardan biz istifadə edirik və bu prosedurdan sonra xəstə çox özü yüngül, rahat hiss edir və hamısı qeyd edilir ki, harası müəyyən qədər çəki də atırlar. Özünüz də bilirsiniz ki, indi çəki atmaq ən böyük məqsədli problemlərdən biridir, bəli. Üz dərisinə də bu faydalı olardı. Tamamilə düzdür. Ona görə ki, əvvəlki qədim həkimlərdə, hansılarda ki, ultrasəs müayinəsi, endoskopiya, analizlər yox idi, onlarda ənənə var idi. Dil mədənin güzgüsüdürsə, insanın sifətinin dərisi bağırsağın güzgüsüdür. İndi isə sübut olunub ki, insanın intellektinə də bağırsaqlar təsirlidir. Nə qədər bağırsaqlar təmiz olacaq, o qədər insanın beyni demensiyadır, Parkinson xəstəliyidir, Alzheimer'dan da özünü sığortalayacaq. Hal-hazırda biz palçıq müalicəsi şöbəsindəyik. Deməli, bu cihaz 24 saat 7 gün fəaliyyətdədir. Hal-hazırda biz bunu açanda görürük, bu palçığı biz gətiririk Masazır Duz gölünün dibindən. Və bu palçığın çox seyirli müalicəvi təsiri var mədə-bağırsaq xəstəliklərində. Fikir verirsinizsə, bunun... Qoxusu da vardır. Ay, sağ ol, mən o deməksin. Bunun spesifik deməli, bunun belə bir qoxusu var. Hansı ki, bunun tərkibində olan bioloji aktiv elementlər və mikroelementlər onu, bu havanı belə bizə çatdırır. Bu onun tərkibi.
Burada maqnezium, natrium, kalsium, xlor, sulfat, gidroponat deməli elementləri var, hansı ki, mədə-bağırsaq xroniki xəstəliklərində yaxşı effekt verir və qəşəng müalicə olunur. Bu əsasən hansı nahiyədə istifadə olunur? Doktor, qarın nahiyəsi? Qarın nahiyəsinə, amma onunla bərabər oynaq xəstəliklərindən də diz oynağıdır, çiyin oynağıdır, kürəkdir, əllərdir. Biz bunu uğurdan istifadə edə bilirik. Bərabər bununla uroloji və ginekoloji xəstəliklərində də yaxşı nəticələr verir. Ən maraqlı cihazlardan biri də bizim bu cihazımız MCL-lar. Qadınlarda uşaqlığın sallanmasıdır, sidik saxlamamağıdır, kişilərdə xroniki prostatitlardır, taz orqanlarının ağrılarında, proktitlarda çox gözəl bir müalicədir. Hansı ki, imkan verir bizdə daxili orqanların əzəllərini masaj elətdirməyi və kiçik çanaq orqanlarında, iltihabı xəstəliklərində əvəzsiz bir müalicədir. Bunun adı quru gidromasaj. Gidromasajın mənası nədir? Su ilə masaj. Amma bizim qonaqlarımız bu proseduranı alanda quru qalırlar. Yəni bədəni islanmır. Ona görə ki, su ilə qonağın arasında durur bax bu plyonka. Hansı ki, qoruyur onu sudan. Su öz işini görür, masaj eləyir. Amma qonaq qupquru qalır. Osteoxondroz xəstəliklərində, onurğa sütunu xəstəliklərində, əzələ ağrılarında. Bax, fikir verirsinizmi? Burada göstərir necə aşağıdan qalxır yuxarı. Ayaqlardır, orta hissədir, yuxarı hissələrdir. Hissəli masaj gedir, gəlir. Burada prinsip nədir? Qonağın, burada mühit yaradılır, onu qəşəng tərlədirik, bütün onun dəri təmizlənir, tərləyir və onun yerinə sonra burada başlayır buraxılmaq azon. Hətta biz deməli qonağın üzü burada olaraq biz görürük necə buradan deməli hələ bir buludlar kimi buxar buradan çıxır və iyidir siz bilirsiniz ki, burada oksigen O3 burada bəli, çox zəngindir, çoxdur. Bu daha çox kosmetoloji proseduralara aid olan bir proseduradır. Şəkər enir, dərmansız xolesterin enir. Ona görə ki, bu detoks proseduradır, bədəndən zəhərləri çıxarır. Qadınlar çox sevir bu müalicəni. Buradan cavanlaşıb çıxırlar. Eksilis metodikasını bizim həkimimiz İradə xanım İsmailova məlumat verər daha yaxşı. Eksilis ultra aparatı ilə biz dəri sallanması, qırışların açılması, kollagenin ifrazı, parçalanıb deməli ifraz olunması, üz ovalının toparlanması, pigmentasiya götürülür və bununla yanaşı fizioterapevtik qan dövranını yaxşılaşdırır və əzələlərdə olan tonusu spazmı götürür. Cihazın ikinci bir başlığı var ki, onunla da biz qollarda, bədəndə, qarın əzələlərində olan pi qatını, seluliti götürürük və elastikliyi bərpa eləyirik. Günel xanım, müalicələrimiz çoxdur, zəngindir, maraqlıdır, faydalıdır. Biz bir neçə dənəsini sizə göstərə bildik. Yaxşı olardı bizim qonaqlarımız hansı ki, baxıcı, bax bu verilişə, onlar özləri gəlsinlər, görsünlər, şəfa tapsınlar. Maşallah, müalicələr də çoxdur. Hamısı da müasir avadanlıqla təmin olun bir müalicə üsullarıdır. İndi biz bir dənə də maraqlı göstərək sizə. Naxçıvanın Duz dağının alaca biz otağını biz burada eləmişik, hansında ki, ağciyər, bronx xəstəlikləri də uğurla müalicə eləyirik. İllər əvvəl burada təsəvvür elə ki, istirahət eləmək üçün, yəni bu şərait olmayıb. Neçənci ildən gəlirsiniz buraya? Mən buraya gəlirəm, haradasa 2006-2007-ci illərdən bax belə gəlmişəm. 20 il müddətində gəlmişəm də, yəni
Olub ki, dalbadal illər gəlməsəm, fərqli illərdə gəlmişəm. Xasiyyətlərin necə lazımdır, qulluq eləyirlər. O cümlədən də burada ən belə o həkimlər komandasında Şahin doktor, yəni birincilər sırasından. Mən Yeşiltükdə də olmuşam. Məsələn, 2015... Orayla buranı müqayisə etsək nədir? Yeşil, orayla buranın müqayisəsində bir dənə su müqayisəsi var. Mən məsələn çox istəyərdim ki, isti sudan məsələn gətirib burada istifadə edəyələr. Kəlbəcərin isti suyundan burada istifadə olunsa, mən elə başa düşürəm ki, Zaqafqaziya zonasında Abşeron sanitariyası birinci yerdə durar, mədə bağırsaq üzrə. Sizə daim sağlam olmağı arzulayıram. Çox sağ olun. Davam edə bilərsiniz görüşünüzə. Mən sizlə sağollaşım. Çox sağ olun, minnətdaram. Həmişə bax belə xeyirli şeylər çəkəsiniz. Çox sağ olun. İnsanlarımızın qayğısına qalasınız. Sağ olun. Əvvəllər də istirahət eləmişsiniz. Əvvəllər də istirahət eləmişəm burada, lakin bu dəfəki istirahət başqadır. Nəyi sizi qane eləyib? Hər şey, yemək, içmək, müalicəsi, adamların davranışı. Sizə olan münasibət yəni? Münasibət çox, tək mənə yox, bütün xəstələrə münasibət əladır. İzləyicilərimizə nə məsləhət görürsünüz? Gəlsinlər Abşerona. Gəlin Abşerona, burada müalicə almağa dəyər, həqiqətən dəyər. Bunu xatirinə demirəm mən. Kamera xatirinə demirəm mən, həqiqətən. Demişəm yoldaşlarıma, tanışlarıma, imkanınız varsa gəlin burada müalicə alın. Son olaraq gəldik Səməd Vurğun istirahət mərkəzinə. Ailəvi istirahət üçün burada hansı xidmətlər var? Əgər bu haqda geniş məlumat almaq istəyirsinizsə, diqqətlə qulaq asın. Otelimiz 43 otaqdan ibarətdir. 12 suit və 31 standart otaqlar var. 86 qonağı tam olaraq rahatlıqla qarşılamaq imkanımız var. Otelimizdə türk hamamı, saunalar, buxar otağı, fin hamamı, masaj otaqları xidmət göstərir. Qonaqlarımız bütün xidmətlərdən yararlana bilərlər. Qonaqlarımızın vaxtını səmərəli keçirtmək üçün həmçinin otelimizdə 72 nəfərlik kino zalı xidmət göstərir. 18 nəfərlik kitabxanamız fəaliyyət göstərir. Kitabxanamızda yeni tərkiz olunmuş bütün kitablar demək olar ki, mövcuddur. Və gördüyünüz 172 nəfərlik böyük akt zalımız xüsusi tədbirləri təşkil etmək üçün nəzərdə tutulmuşdur. Həyətdə voleybol, futbol və basketbol zonamız yerləşir. Həmçinin restoranımızda gündə 3 dəfə qidalanma qonaqlarımıza təşkil edilir. Onunla birlikdə musiqi xidmətimiz var, əyləncəli proqramlarla qonaqlarımızın vaxtını səmərəli keçirməsinə razılıq yaratmağa çalışır. Я с Нью-Йорка, но они с Израиля. Mən Nyu-Yorkdan gəlmişəm, onlar isə İsraildən. Bilirdim ki, Azərbaycan xalqı çox qonaqpərvər, çox isti, çox həyatsevərdilər. Bugün bir də onların dost-canlı olduqlarını gördüm. Təşəkkür edirəm bugünkü turu təşkil edənlərə. İnanıram ki, bu bizim sonuncu gəlişimiz olmayacaq. Спасибо. Наша группа приехала с Израиля. Мы не первый раз в Баку. Bizim qrupumuz İsraildən gəlib. Bu birinci gəlişimiz deyil və həmişəki kimi məmnun olduq. Şəhərdən, ölkədən, insanlardan, bizə olan münasibətdən çox razı qaldıq. Buradakı şərait Avropa ilə eynidir. Siz çox mehriban, qonaqpərvər xalqsınız. Bura yenə gələcəyik. И мы будем приезжать все время. Sağlam və dadlı qida istirahətin həm keyfiyyətinə, həm də insanların ümumi əhval-ruhiyyəsinə birbaşa təsir göstərir. Xüsusilə sağlamlıq və istirahət mərkəzlərində qidalar həm yüngül, həm də faydalı olmalıdır. Menyuda nələr var? Sualına baş aşpaz Ramil bəy cavab verəcək. Məlumat üçün bilmək istəyirəm ki, bizim bütün sağlamlıq mərkəzlərimizin hər birində fərqli profillər var bildiyiniz kimi və bu profillərə uyğun olaraq hər bir sanatoriyada sağlam qidalar və sağlam menyular tərtib olunur. Sağlamlıq mərkəzlərimizin hər birində açıq bufet konseptinə formalaşdırmışıq. Gündəlik dəyişən menyular var, sağlam qidalar var. Yəni burada bütün qonaqlarımızın müalicəsi ilə yanaşı
sağlam qidalardan da istifadə edə bilirlər. Yaxşısı budur. Xoş istirahətinizi və sağlamlığınızın qeydinə qalmaq istəyirsinizsə, bizim sağlamlıq mərkəzlərini seçə bilərsiniz. Artıq bildik ki, ölkəmizdə büdcəmizə qənaət edərək həm sağlamlığınızı, həm də istirahətinizi təmin edə bilərsiniz. Gələn həftə yeni araşdırmamızla evinizin qonağı olmaq diləyi ilə. Hələlik!